Məktəblərdə pul yığılması məsələsi ictimaiyyətin də diqqətində olmalıdır. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ölkədə 4400 məktəb və 1600 bağça fəaliyyət göstərir. Təhsil ocaqlarında valideynlərdən pul yığılması məsələsi ilə mübarizə təkcə nazirliyin işi olmamalıdır. Bu hallar var və biz ilk növbədə təbii ki, düşünürük ki, burada ictimai nəzarət çox önəmlidir. Ona görə sizə dərin təşəkkürümü bildirirəm ki, yəni bu həm ictimaiyyətin, həm medianın daim diqqətində olmalıdır və bu mənada bizim yanaşmamız bundan ibarətdir ki, əməkdaşlıq da məhz belə olmalıdır. Yəni siz bu məsələləri açmalısınız, biz də onları, necə deyərlər, müvafiq qaydalar çərçivəsində təhlil edib cəzalarını verməliyik. Və inanıram ki, bütün hallarla bağlı araşdırmalar aparılıb və bütün hallarda müvafiq tədbirlər görülüb və belə də davam edəcək. O vaxta qədər ki, cəmiyyətimiz başa düşəcək ki, bu şeyləri eləmək olmaz.